Gün ərzində işlərimizi daha asan, daha rahat həll edə bilmək üçün elə günün planlanmasını səhər saatlarında etmək də vacibdir. Buna görə məsləhət görülür ki, nəzərdə tutduğumuzdan 20-30 dəqiqə erkən oyanaq ki, günün planlanmasını da edə bilək. Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. 4 noyabr tarixidir. Azərbaycan televiziyasında telesəhəri izləyirsiniz. Yenə də 3 saat boyunca sizin qarşınızda olacaq. Studiyadan mən Təranə və mənim əziz həmkarım İskəndərdir. İskəndər, sənin də sabahın xeyir olsun. Sabahın xeyir olsun Təranə, sabahınız xeyir olsun əziz səhər tamaşaçıları. Elə bilirsən ki, qışda, xüsusilə də payızda tez oyanmaq asandır. Bax, elə psixoloqlar və alimlər də qeyd edir ki, adətən payız aylarında insan daha gec yuxudan oyanmağa çalışır. Çünki bunun səbəbi var. Biraz artıq hava qaralır, soyuq olur deyə hamı çalışır ki, evdə daha biraz çox vaxt keçirsin. Bəli, amma bu bizim əhval-ruhiyyəmizə təsir etməməlidir. Bu 3 saat ərzində biz də sizə faydalı olacaq. Eyni zamanda bizim müsabiqəmiz də olacaq, rubrikalarımız olacaq, marağı məlumatlarımız olacaq ki, biz onları sizə çatdırmaq üçün elə bax buradayıq. 3 saat ərzində telesəhər komandası öz işinə baş verir və ənənəvi olaraq təqvim rubrikası sizə təqdim olunacaq. Vətən müharibəsinin 39-cu günündə Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar kəndlərini, Zəngilan rayonunun Məşədi İsmayıllı, Şəfibəyli kəndlərini, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Zeynalov tarixin bugünü xatırlanır. Səhnəyə ilk dəfə 1885-ci ildə çıxıb, 1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik edib. Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley keçirib. Aktyor son dəfə səhnəyə İsmailiyyə zalında oynanan Hacı Qara tamaşasında baş rolda çıxıb. Amerikalı aktyor və prodüser Matthew McConaughey 1969-cu ildə Texasda doğulub. Əvvəllər komik aktyor ampluasında çıxış etsə də, sonralar yaratdığı dramatik rollarla müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. Vəkil üçün Lincoln, Interstellar, Killer Joe, Super Mike kimi məşhur filmlərdə rol alıb. Alıcıların Dallas klubu ekran əsərindəki Rod Woodruff obrazına görə ən yaxşı aktyor nominasiyasında Oscar qazanıb. Portuqaliyalı futbol ulduzu Luis Figo 1972-ci ildə anadan olub. Barcelona, Real Madrid, Inter kimi klubların heyətində oynayıb. 2000-ci ildə UEFA tərəfindən Avropada ilin futbolçusu seçilib. 2001-ci ildə isə FIFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. İspaniya və İtaliya liqalarında çoxlu sayda kubok qazanıb. Biraz öncə əgər yuxudan danışdıqsa, məncə bu bürclərə də böyük bir təsir göstərir. Bəzi bürclər tez yuxudan oyanmağı sevir, bəzi bürclər isə əksinə günün istənilən vaxtda yatmaq istəyir. Xüsusilə də səhərlər onları yuxudan oyatmaq biraz çətin məsələ olur. Və bu bürclər siyasında əgər biz danışsaq, birinci yerdə Buğa bürcü nümayəndələridir. Onlar çox yatmağı sevir. Baxmayaraq ki, çalışqandılar. İkinci yerdə Xərçəng bürcü nümayəndəsidir. Üçüncü yerdə Balıq, sonra Tərəzi və beşinci yerdə Şir bürcü nümayəndəsidir. Ki, ən çox yuxuya bağlı olan şəxslər elə bax bu bürcün nümayəndələridir. Tərəzələri də bu siyahıya əlavə etdilərsə tam doğru etdilər. Çünki mən də həqiqətən də eləyəm. Bəli, amma yatmağı sevməyib, daha çox çalışan və lider ruhlu, rəhbər vəzifədə çalışan bürclər də var. Birinci sırada oğlaqlardır. Rəhbərin bürcü olur ki? Təbii ki, rəhbər ruhlu olan insanlar var, liderliyi bacaran və idarə etməni bacaran insanlar var. Şir bürcləri var burada, oğlaq bürcləri, əqrəb bürcləri və qoç bürcləri. Onlar rəhbər vəzifədə daha uğurla çalışa bilirlər. Rəhbər ola bilən, amma balans tələb edən bürclər də var. Bax, bu sırada tərəzilər, ikizlər və qız bürcü var. Eyni zamanda rəhbər olmaqdan daha çox ilham verməyi bacaran bürclər də var ki, bu sırada balıqlar, buğalar və dolça ox atan bürcləridir. Çünki onlar biraz melanxolik də eyni zamanda biraz onlar adətən emosiyalarla hərəkət edir ona görə. Amma bürcləri nə gözləyir bax bugün? Elə indi siz Ulduzlar deyir ki rubrikamızda öyrənəcəksiniz. Qoç, əhəmiyyətli bir qələbə qazanmaq şansınız olacaq, lakin bunun üçün kifayət qədər səy göstərməli olacaqsınız. Bugün yeni tanışlıqlar üçün münasibdir.
Buğa, bugün yeni bir işə başlamaq və ya çətin bir məsələni həll etmək üçün münasibdir. Lazımi nəticəyə nail olmaqla yanaşı təcrübəli insanlardan məsləhət alsanız çox şey öyrənəcəksiniz. Ulduzlar elm və yüksək texnologiyalar sahəsində çalışan buğalara, eləcə də tədqiqat və təhsil fəaliyyəti ilə məşğul olanlara uğur vəd edir. Əkizlər, bugün öz gücünüzə inamınız sizə çox kömək edəcək. Səhər bir qədər gərgin keçə bilər, lakin günortaya doğru vəziyyət sakitləşəcək və siz planlarınızı dəqiqləşdirəcəksiniz. Xərçəng, bugün peşəkar inkişaf üçün yeni imkanlar açılacaq, lakin onlardan yararlanmaq üçün özünüzü ən yaxşı tərəfdən göstərməlisiniz. Bacarıqlarınız və məsuliyyətləriniz barədə açıq danışmaqdan çəkinməyin. Şir, bugün atdığınız hər bir addım xüsusi diqqət çəkəcək. Buna görə də səhv etməməyə çalışın. Kiçik qüsurlar belə nüfuzunuza zərər verə bilər və onu bərpa etmək asan olmayacaq. Ətrafınızdakilərlə münasibətlərdə səmimilik və anlayış çox vacibdir. Qız, bugün qarşınıza çıxan heç bir fürsəti qaçırmayacaqsınız. Əvvəllər çətin görünən məsələləri gözlənilmədən həll edə biləcəksiniz. Yeni və maraqlı təkliflər ala bilərsiniz. Bu da özünüzü fərqli rolda sınamağa imkan verəcək. Tərəzi, uzun müddətli məqsədlərinizi aydın şəkildə müəyyənləşdirəcək və onlara çatmaq üçün konkret addımlar atacaqsınız. Maliyyə məsələlərinə diqqət yetirin. Bugün gəlirli bir sərmayə imkanı yarana bilər. Əqrəb, sizə çətin bir layihədə iştirak etməyi və ya məsul vəzifə tutmağı təklif edə bilərlər. Dərhal alınmasa da güclü tərəflərinizi göstərəcək və bunun sayəsində yaxın vaxtlarda karyeranızda irəliləyəcəksiniz. Ox atan, bugün sevinmək üçün çox səbəb olacaq. İşdə həm peşəkar bacarıqlarınızı göstərəcək, həm də faydalı tanışlıqlar quracaqsınız. Rəhbərliklə ideyalarınızı müzakirə etməkdən çəkinməyin. Maliyyə baxımından da uğurlu gündür. Oğlaq, əgər sizə kiminsə münasibəti ədalətsiz görünürsə, açıq qarşı durmadan qaçmağa çalışın. Qızğın mövzuları təxirə salmaq və müstəqil şəkildə həll edə biləcəyiniz işlərə fokuslanmaq daha faydalıdır. Dolça, işdə mənasız görünən, amma əslində perspektiv açan tapşırıqlar ortaya çıxa bilər. Onların öhdəsindən yaxşı gəlsəniz, tezliklə yeni imkanlar yaranacaq. Qeyri-adi təkliflər alma ehtimalı böyükdür. Qərar verməyə tələsməyin. Balıqlar, özünüzə inamınız sayəsində bugün uğur qazanacaqsınız. Danışıqlarda təşəbbüs göstərmək və qeyri-adi təkliflər irəli sürməkdən çəkinməyin. İşgüzar intuisiyanız sizi aldatmayacaq. Bəli, hazırda yerli, xarici seriallar çoxdur və əlbəttə bunu böyüklərlə yanaşı uşaqlar da izləyir. Hətta bəzən valideynlər özləri izlədiyi serialları uşaqları ilə, övladları ilə birlikdə izləyirlər. Amma psixoloqlar qeyd edirlər ki, bu uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Çünki obrazlar fərqlidir və orada baş verən hadisələri real, həqiqi qəbul edə bilər uşaqlar. Bu da onların gələcək həyatında psixoloji olaraq problem yarada bilir. Və, buyurun. Eyni zamanda obrazlar var ki, onları uşaqlar gələcəkdə özləri üçün bir örnək götürürlər. Bu da təbii ki, nə istədiyini bilməsinə təsir edir. Bəli, və eyni zamanda onu da qeyd etmək lazımdır ki, Təranə 2025-ci ildə və 24-cü ildə ümumiyyətlə uşaqlar daha çox hansı serialları izləyib? Bax, bu suala cavab vermək istəsək, biz statistikaya müraciət edirik və Netflix platformasında yayımlanan The Wednesday serialı idi bu. İkinci yerdə isə Sükut oyunu, yəni ki, Squid Games oyunudur ki, əslində heç biri uşaq serialı sayılmır yaş baxımından. Çünki Squid Games 18 üstə gəl, belə deyək, auditoriya üçün nəzərdə tutulub. Wednesday isə uşaq serialı hardasa ola bilər. Amma daha çox yeniyetmələr üçün nəzərdə tutulub və ona görə həqiqətən də baxsaq, bu uşaqlara böyük bir təsir göstərir. Wednesday-dən ən, belə deyək, uşaqlara böyük örnək maksimum rəqsi ola bilər. Orada olan hadisələr, cərəyan edən hadisələr əslində heç də ürək açan deyil. Elə uşaqlara təsirlə bağlı biz elə süjetimizi hazırlamışıq və indi sizə təqdim edirik. Hansı seriallara baxırsan? Mən baxmıram əslində, amma atam baxanda baxıram. Adını deyə bilərsən. Bəli, Çukur. Eşrefliyə baxıram. 7-ci koçdakı Mucizeyə baxıram. Evdə seriallara baxırsan. Baxıram. Adlarını denə.
Qatdar, Eşref Rüya, kimsə bilməz. Müasir dövrün uşaqları məktəblilərdir. Bəlkə də başqa sual olsa belə cavab verməzlər. Həvəslə, sırayla izlədikləri serialların adlarını sayırlar. Üzlərindəki təbəssümə, gözlərindəki parıltıya diqqətlə baxın. Neçə yaşın var? 7. Evdə dərsləri bitirdikdən sonra seriallara baxırsan, mamagillə bir yerdə. Bəli. Adlarını deyə bilərsən. Adlarını bilmirəm. Dərsləri bitirdikdən sonra evdə serialları izləyirsən mamagillə. Yox. SpongeBob. Başqa? Bir də Kikidor. Güllər və günahları. Uzaq şəhərə arada baxıram. Bu balacalar sadəcə serialları izləmir, həm də oradakı bütün mənfi və müsbət obrazları sanki yaxından tanıyırlar. Hansı seriallara baxırsan? Əsasən xarici seriallara baxıram, çünki onlar belə mənə daha mənalı gəlir. Daha çox serialları xoşlamıram, filmlərə baxıram. O da qorxu filmlərini tərcih edirəm. Seriallara baxmıram, yəni artıq 8-ci sinifəm və gələn imtahan verəcəm üçün artıq daha çox dərslərə önəm verirəm də. Düzünü seriallara heç baxmıram. Heç birinə. Bir də Squid Game-ə baxırdım əvvəllər, o da bitdi də, baxmıram. Komediya bir kinoları baxmaq mənə daha da maraqlıdır. Serial çünki uzun olduğu üçün baxmaq biraz maraqsız olur. Ən sevimlim Stranger Things-dir. 1980-ci ildə ABŞ-ın kiçik şəhərində bir oğlanın itkin düşməyindən bağlıdır. Eşref Rüyaya baxıram orada qoyanda. Seriallar az yaşlıların, həmçinin məktəblilərin psixologiyasına və həyat tərzinə təsir edir. Belə ki, onlar izlədiyi hər serialda müsbət və ya mənfi xarakterə bənzəməyə çalışırlar. Daha yetkin mövzular və janrların yaş məhdudiyyəti əslində 16 və yuxarıdır. Amma sorğumuzdan da məlum olduğu kimi uşaqlar məhz belə seriallar izləyirlər. Bu, ekran əsərlərində mübahisə, müharibə, sevgi, intihar və digər neqativ səhnələr də yer alır. Belə görüntülər isə balacaların sosiallaşmasına, davranışına və düşüncə tərzinə təsir edir. Valideynləri ilə birlikdə seriallara baxır, müxtəlif filmlərə baxır, hansı ki onların yaş limitini gözləmədən uşaqlar televiziya qabağında otururlar valideynlərlə birlikdə onu tamaşa edir. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Çünki hər filmin deməli auditoriyası var və burada mütləq yaş psixologiyası nəzərə alınmalıdır. Çünki uşaqların deməli yaş psixologiyasına uyğun olmayan deməli filmlər ola bilər, seriallar ola bilər ki, burada hansı ki subliminal mesajlar var. Uşaqların gördükləri onların formalaşmasında da mühüm rol oynayır. Belə ki, balacalar izlədikləri ssenarilərin bəzilərini şuuraltı öz real həyatları üçün yazmağa başlayırlar. Uşaqların beyni gördüyünü təkrarlamağa meyilli olduğuna görə seçici olmaqdan əvvəl elə özünüzə sual verə bilərsiniz. Buradakı qəhrəmanlar kimi, buradakı obrazlar kimi uşağımın formalaşmağını istəyirəm ya istəmirəm. Bu artıq seçim eləməyə yetəri qədər kömək eləyə bilir. Çünki biz nə qədər də tərbiyə versək də, öyrətsək də, başa salsaq da onlar yalnız gördüyünü təkrarlayır. Seçimlər isə zövq məsələsidir. Zövqümüz gələcəyimizin sağlam formalaşmasına zəmin yaratmalıdır. Buna görə də ailənin kiçik üzvləri istər animasiya, istər film, istərsə də serial izləyərkən onlara valideyn nəzarəti mütləqdir. Nigar Babayeva, Zaur Aşımov, Telesəhər. Bax, bir uşağın müsahibəsinə baxdıq. Qeyd edir ki, 7 yaşım var, Əşrəf Rüyaya baxıram. Burada söhbət valideynlərdən gedir ki, icazə verir ki, uşaq belə bir seriala baxsın və həqiqətən bu nəinki onun psixologiyası da eyni zamanda vaxtından tez böyüməsinə gəlib çıxarır. Hətta bunu biz gündəlik həyatda elə toylara gedəndə bir də belə görə bilirik. Yəni, balaca bir qız uşağı okey, özünü yaşından böyük apara bilər. Amma burada bir məsələ var ki, bəzən rəqs edəndə elə bir kişi rəqsini rəqs eləyir və bu da heç də cəmiyyət arasında heç də yaxşı qarşılanmır. Tez-tez bunu görürük və əfsuslar olsun, bunun elə başında TikTok durub, mən birazdan açıqlayacağım nəyə görə. Bəli, Azərbaycan rəqsləri öz hərəkətlərinə görə həm mürəkkəbdir, həm də gözəlliyi ilə hər zaman seçilir. Xüsusilə qadınlar üçün olan rəqslər, hərəkətlər daha çox incə rəqslərdir, incə hərəkətlərdir. Həm bir sözü ifadə edir. Kişilərdə isə cəsarət və qəhrəmanlığı ifadə edir həmin hərəkətlər. Amma bunu qarışdırdıqda, təbii ki, bəylər necə xanım kimi rəqs edə bilməzsə, xanımlar da bəylərə oxşar rəqs etdikdə, əlbəttə ki, bu kobud görünür və əlbəttə Azərbaycan xanımına ümumiyyətlə uyğun deyil. Qəti yaraşmır və balaca bir
qız uşağı əgər rəqs eləyirsə, biz başa düşürük ki, o belə əgər professional hərəkət edirsə, bunun elə başında onun xoreoqraf müəllimidir ki, adətən tez-tez hər kəs rəqs müəlliminə müraciət edir. Və TikToku biz açsaq, görəcəyik ki, kifayət qədər çox müəllim var ki, xüsusilə də bəy müəllimlərdir, yəni kişi müəllimlərdir ki, balaca qızlara belə bir rəqsləri öyrədir. Və Təranə, həqiqətən də TikTokda da görə bilirsən, sosial şəbəkələrdə də hamı tənqid edir onları, amma nədənsə onlar azalmır, əksinə çoxalır. Və nəinki belə deyək, xanımları kişi rəqsini öyrədir. Eyni zamanda elə mahnı repertuarını seçir ki, yəni heç bizim musiqi belə deyək də ab-havamıza, musiqimizə uyğun olmayan bir repertuardır. Gəlin elə bir yerdə toylarla bağlı və orada xüsusilə də balaca qız uşaqlarının kişi rəqslərini rəqs etməklə bağlı bir süjetimizi izləyək, sonra qayıdaq. Rəqs, hisslərin dili, hərəkətin emosiyasıdır. Musiqi duyumu, ritmləri hiss edərək yaşamaq və çatdırmaq isə xüsusi istedaddır. Rəqslərin ən gözəl təbliğ olunduğu məkanlardan biri də toylarımız hesab olunur. Çünki el şənlikləri bir növ rəqslərin yarışına çevrilən meydanı xatırladır. Məclislərdə diqqət çəkən mənzərələrdən biri isə qız uşaqlarının kişi kimi rəqs etməyə olan marağıdır. Xüsusilə el şənliklərində balaca qızların kişi kimi rəqs etməsi videolarına tez-tez rast gəlirik. Bəzi valideynlər hətta övladlarının belə oynamağını qürurla paylaşır. Kimi bunu uşağının təbii enerjisi kimi qəbul edir, kimi isə bu davranışları gələcək tərbiyəyə təsir edəcəyini düşünür. Rəqs müəllimləri isə hesab edirlər ki, uşaqlara ilk növbədə musiqi və ritmi sevdirmək lazımdır. Eyni zamanda onlara yaşlarına uyğun istiqamət verilməlidir. Oğlanlar öz güclərini, qızlar isə öz incəliklərini rəqslər vasitəsilə nümayiş etdirməlidirlər. Təbii ki, bu müəllimdən və öyrətməkdən də asılıdır. Bu rəqslərdə bizim xanımlarımızın kübarlığı, zərifliyi əks olunur. Kişi rəqslərimizdə kişilərimizin mərdliyi, igidliyi əks olunur. Ona görə də biz təbii ki, çox istərdik ki, kiçik yaşlı uşaqlara da bu cür təbliğ olunsun. Kimsə deyə bilər ki, onlar şux, şən rəqs edirlər, amma bizim o qədər qızlarımıza aid şux, şən rəqslərimiz mövcuddur ki, orada amma yenə də öz xanımlığını qoruyub saxlayaraq o hərəkətləri ifa edirlər bizim gözəl rəqqaslarımız, səhnələrdə bizim dövlət ansambllarımız onu düzgün şəkildə təbliğ edirlər. Toyun ən çox gözlənilən anı bəy və gəlinin ilk rəqsidir. Artıq cütlüklər sadəcə klassik valsda kifayətlənmir. Fərqli janrlarda, hətta xoreoqrafiya ilə hazırlanmış rəqslərə üstünlük verirlər. Əməkdar artist Gülməmməd Şahverdiyev deyir ki, əgər əvvəllər toya hazırlaşan cütlüklər dünya rəqslərini öyrənmək üçün müraciət edirdilərsə, artıq bu tendensiya dəyişib. Yəni milli rəqslərimizə də tələbat var. Milli musiqilərimizdən, milli rəqslərdən istifadə olunsa, əminləsə daha da gözəl olar. Yəni, xaricdən gələn qonaqlar da Azərbaycanın musiqisinin, rəqslərin nə cür gözəl zəngin olduğunu da şahid olarlar. Amma təbii ki, dediyim kimi, bugün gənclər var ki, həmən o adət-ənənələri qoruyurlar. İstəyir Uzunbərə rəqsindən, istəyir Bağcanın Mirzəyə rəqsindən, istəyir Nazəlimə rəqsindən, bu cür rəqslərimizdən toyların açılışında və yaxud da toyların el şənliklərin gedişatında istifadə edirlər. Toylar, el şənlikləri əslində bir səhnədir. Bu səhnədə isə milli rəqslərimizi təhrif yox, ən gözəl şəkildə təbliğ etməliyik. Əzizə Mahmudzadə, Vahid Zalov, Telesəhər. Biz 5 ildir ki, qələbəmizdən danışırıq. Əzəli torpaqlarımızın öz doğmalarına qovuşmasından sonra Qarabağımızda görülən işlərdən, Qarabağımızın gözəlləşməsindən danışırıq və əlbəttə qələbəmiz üçün təşəkkür etməli olduğumuz bir çox məsələlər var. Eyni zamanda bu qələbə Azərbaycan ordusunun, güclü Azərbaycan ordusunun sayəsində reallaşdı, mümkün oldu. Bəli, hörmətli Telesəhər tamaşaçıları, tez-tez biz Azərbaycan ordusunun qoşunları ilə sizi daha da yaxından tanış edirik. Bu
gün isə istəyərdik ki, elə müharibə tanrısı adlandırılan bir bölümdən danışaq. Söhbət artilleriyadan gedir ki, məsələ döyüş meydançasında, eyni zamanda orduda məhz o artilleriya qoşunlarında xidmət edən hərbiçilər adətən onlara hətta riyaziyyatçılar da deyirlər və elə bizim zəfərimizin 5 illiyi münasibəti ilə istəyərdik ki, elə artilleriyalarla bağlı sizə bir məlumatları ötürək. Siz də bax, bu qoşunlarla daha da yaxından tanış olun. Beton maniyələr, tank əleyhinə xəndəklər, minalı ərazi, yeraltı bunkerlər. Bizim torpağımızda bizə tələ quran Ermənistan. Tarix 27 sentyabr 2020-ci il. İstiqamət Ağdam. Səhər saatları. Əks həmlə hücumu başladı. Düşmənin tam əminliklə hücum gözlədiyi istiqamət Ağdam olsa da, Ağdam cəbhəsi müdafiədə idi. Bu cəbhədə erməni bir neçə eşelonda müdafiə qurğuları qurmuşdu, möhkəmlənmiş müdafiə mövqeyi tutmuşdu və gözlənilən hücum istiqamətinin buradan olduğunu düşünərək əsas qüvvələrin bu istiqamətdə cəmləşdirmişdi. Demək olar ki, düşmənin burada ondan artıq artilleriya divizyonu, artilleriya bölmələri, digər bölmələri mövqelənmişdir. Bu istiqamətdə əsas yük isə artilleriyanın üzərinə düşürdü. Düşmənin texnika və canlı qüvvəsinin toplaşma məntəqəsini məhv etmək, düşmənin postlarımıza basqınlarını dayandırmaq. 27 sentyabra qədər dayandığım bu xətt üzrə düşmənin 3 müdafiə eşelonu, çoxlu sayda fərqli təyinatlı artilleriya qurğuları və kifayət qədər canlı qüvvəsi yerləşirdi. Amma elə səhərin ilk saatlarında topçularımızın sərras atışları ilə düşmənin önəmli sayda qüvvəsi sıradan çıxarıldı. Atılan hər mərminin öz hədəfi olduğu kimi hər hədəfin də önəmi vardı. Məhv edilən hər hədəf düşmənin ağır və bərpa olunmaz itkisi hesab olunurdu. Bizim bölmələrimizin tapşırığı düşmənin əsasən artilleriya batareyalarını, minaatan batareyalarını, idarəetmə məntəqələrini, komanda müşahidə məntəqələrini, təxliyə yollarını, irəliləmə yollarını, canlı qüvvəsini və atəş vasitələrini məhv etmək və ya susturmaq idi. Müsahibimiz deyir ki, düşmənin yerləşdiyi ərazi dağlıq olduğundan vizual müşahidə çox çətin idi. Amma bütün bunlara baxmayaraq qarşı tərəfin təxminən 13-14 kilometr dərinliyində yerləşən OSA Zenit raket kompleksinin yeri müəyyənləşdirilərək cəmi bir top atəşi ilə məhv edildi. Biz düşmənin ilkin olaraq planlaşdırılmış artilleriya batareyalarını, minaatan batareyalarını, idarəetmə məntəqələrinin bir qismini sıradan çıxartdıq. Və hətta kütləvi atəş zərbəsində elə bir şok atəşi, elə bir zərbələr endirildi ki, hətta düşmən 3-4 saat ərzində cavab atəşi aça bilmədi. Planlaşdırılmış hücumu görməyən düşmən Ağdam istiqamətində əks hücuma qərar verir. Postlara basqınlar həyata keçirilir. Silahlı qüvvələrimiz bu basqınların qarşısını alsa da, əlverişli coğrafi mövqedə yerləşən düşmən qüvvələri ən yaxın döyüş postlarında atəş üstünlüyü əldə etməyə çalışır. Bu zaman topçularımız ağla gəlməz qərar qəbul edir. Problem postlar arasında olan 40-50 metrlik məsafə idi. Təhlükəsiz məsafə isə 400 metrdir. Yalnız nöqtə atışı ilə düşmən postu məhv edilə bilərdi. Qərar qəbul olunur, Azərbaycan əskəri sığınacaqlara yerləşdirilir və topçularımızın sərras atışı ilə əskərlərimizə zərər yetirilmədən düşmən postu, düşmən mövqeyi tamamilə darmadağın edilir. Artıq 5 yaşını qeyd etdiyimiz zəfəri qazanmaq asan olmadı. Bu zəfəri şəhidlərimizin qanı, hərbçilərimizin şücaəti, dövlətimizin gücü, xalqımızın birliyi sayəsində əldə etdik. Torpaqlarımızı azad etməklə yalnız dövlət suverenliyimizi təmin etmədik. Həm də dünya hərb tarixində yeni səhifə yazdıq.
Bəli, hörmətli telesəhər tamaşaçıları, elə Zəfər günü münasibəti ilə bir sıra günlər biz istirahət edəcəyik. 8, 9, 10, 11 noyabr tarixlərində qeyri-iş günləri deyə hər kəs çalışır ki, elə Zəfər bayramını da gözəl qeyd etsin və yaxşı bir təşəbbüs var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 8 noyabr tarixində elə Milli Dəniz Kənarı Bulvarda sizin üçün Zəfər konserti keçiriləcək ki, məncə elə şənbə gününü axşam saat 8-də siz o konsertdə iştirak edərək elə zövq ala bilərsiniz. Bir sıra tanınmış şəxslər ifa edəcək, Azərbaycan və eyni zamanda vətənpərvər ruhu bir ifalar səslənəcək. Bəli, və biz hazırda, hörmətli tamaşaçılar, mədəniyyət xəbərlərini izləyəcəyik. Mədəniyyət aləmində bir sıra hadisələr baş verir. Onlardan biri haqqında məlumat vermək istəyirəm. 15 dekabr tarixi UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi günü kimi elan olunub və Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü baş konfransında qəbul edilən qərar Türkiyənin qardaş Türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq bir təşəbbüsdür. Bu da əlbəttə ki, Türk dillərinin qorunması, tanıdılması və eyni zamanda gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Biz isə hazırda digər mədəniyyət hadisələrini elə mədəniyyət xəbərlərindən öyrənəcəyik. Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə qələbəmizin 5 illiyinə əsr olunan Zəfərin İzi adlı sərgi konsert proqramı keçirilib. Muzey mərkəzində açılan sərgidə Azərbaycan rəssamlarının və heykəltaraşlarının qələbə ruhunu əks etdirən əsərləri nümayiş etdirilib. Sərgi çərçivəsində təşkil olunan konsert proqramı isə iştirakçılara unudulmaz anlar yaşadıb. Tədbirdə gənc ifaçılar, tanınmış musiqi kollektivləri və tələbə ansamblları vətənə, rəşadətdə əskərlərimizə və şanlı qələbəyə həsr olunan mahnılar səsləndirərək rəqslər nümayiş etdiriblər. Qeyd olunub ki, bu layihə təkcə bir sənət sərgisi deyil, həm də müzəffər ordumuzun qəhrəmanlığına dərin ehtiram nümunəsidir. Bəli, hörmətli telesəhər tamaşaçıları, biz davam edirik və maraqlı bir məlumat qarşımıza çıxdı. Deməli, kitablar sözün əsl mənasını həyatı xilas edir. İkinci Dünya müharibəsində əskərlər adətən ciblərinə qalın kitablar yerləşdirirlər. Sadəcə vaxtaşırı oxumaq üçün və güllə təbii ki, onlara dəyərkən o kitablar onları qoruyurdu. Amma kitabları nəinki bu məqsədlə, eyni zamanda ən vacib məqsəddir. Yəni, oxumaq üçün mütləq əldə etmək lazımdır. Çünki dünya ədəbiyyatı o qədər inkişaf edir ki, müxtəlif mövzulara müraciət etmək olar. Bax, elə travmalardan danışmaq olar. Bəli, kitablar nəinki müharibədə, həyatımızın hər anında, gündəlik həyatımızda həyatımızı xilas edir əslində və xüsusilə də psixoloji yöndə kitab oxuyuruqsa, əlbəttə biz özümüzü, psixologiyamızı daha da yaxşı inkişaf etdirmə imkanı əldə edirik. Biz də bugün çox maraqlı psixoloji yöndə yazılmış bir kitabı təqdim edəcəyik. Wolf Thorne'un Travma adlı kitabıdır ki, travma sözünü son dövrdə biz çox eşidirik və travmalarından dərs alaraq həyatında daha da möhkəmlənərək addımlar atan, travmasını fürsətə çevirən insanlar da var. Amma travmadan həyatını daha da çətin edib, hətta digər insanlara münasibətdə də mənfi yöndə münasibət göstərən insanlar da var. Ona görə də çalışmalıyıq ki, travmaları bir dəfəlik sağaldaq ki, təkrar hadisələrlə üzləşəndə yenə də eyni hissləri keçirməyək. Elə bizim travma kitabının qəhrəmanı yaşadığı travmaları necə sağaldır, elə ön söz rubrikasından biləcəyik. Əziz kitab sevərlər, bugün sizə son dövrlərin ən çox oxunan triller və dedektiv yazarlarından biri olan Wolf Thorne'un yeni kitabını təqdim edirəm. Azərbaycan dilində cəmi 10 gün əvvəl çapdan çıxmış travma əsəri artıq oxucuları ilə birlikdədir. Əsərin təhkiyəsi və oxucunun daim gərginlikdə saxlaması o qədər və axıcılığı o qədər çoxdur ki, insan dərhal bir gün ərzində əsəri oxuyub bitirmək istəyir. Ümumiyyətlə, qorxu və triller janrının ustalarından biri olan Wolf Thorne özü də ixtisasca psixiatr olduğundan insanları qorxutmağı və onları gərginlikdə saxlamağı çox yaxşı bacarır. İndi isə keçək kitaba. Kitabın baş qəhrəmanı əldən ayaqdan uzaq bir yerdə, bir aşırımda qəzaya uğramış bir insandır və o insan həmin qəzadan sağ çıxdıqdan sonra onun bagajında bir cəsəd tapılır. Kəllə sümüyü parçalanmış bir balaca qız uşağının cəsədi. Baş qəhrəmanın hadisə ilə bağlı, insanlarla bağlı danışdığı fikirlər o qədər qarmaqarışıq olur ki, həm psixoloq, həm də polis
hadisəni araşdırmaqda olduqca böyük çətinliklər çəkməyə başlayır. Həmçinin hadisənin baş verdiyi yerə yaxın olan kəndin bütün sakinləri bir günün içində yoxa çıxıb. Bu müəmmalı vəziyyət, həmçinin şahidin danışdığı hadisələr əsəri o qədər qarmaqarışıq edir ki, insan tez bir zamanda əsəri oxuyub sona çatdırmağa çalışır. Yeni macəralar, müəmmalar və tapmacalar axtarışında olan insanlar üçün olduqca maraqlı olacaq bir əsərdir. Hər birinizi mütaliə etməyə və əsərdən zövq almağa dəvət edirəm. Sağlıqla qalın, kitabla qalın. Davam edirik, hörmətli tamaşaçılar. Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən danışacağıq. Növbəti sujetimiz bununla bağlı olacaq. Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaranıb, artıq 80 illiyini qeyd edir və elm, təhsil və tədqiqat sahəsində də bir çox alimlərin fəaliyyətini birləşdirir və uzun illərdir bu proses davam edir, hazırda da eyni zamanda. Bəli, hörmətli telesər tamaşaçıları və AMEA-nın tədbiri keçirilib, yəni 80 illik yubileyi ilə bağlı və ora bir sıra dünyaca məşhur alimlər daha doğrusu və elm nümayəndələri buyurub və iştirak ediblər ki, bu tədbiri Azərbaycan televiziyası da işıqlandırıb və indi sizə təqdim edir. Akademiyada 80 il ərzində müxtəlif sahələr üzrə elmi məktəblər formalaşdırılıb. Burada yetişən alimlər Azərbaycan elminin tədqiqi və innovativ inkişafında mühüm rol oynayır. Azərbaycan elminin və akademiyasının keçdiyi bu şərəfli, çətin məsuliyyətli yol Azərbaycanda elmi elitanın formalaşması kimi mühüm bir vəzifəni yerinə yetirib. Güclü ənənələr yaranıb, güclü arxivlər yaranıb. Azərbaycan elminin istər təbiət elmləri olsun, istər humanitar və yaxud ictimai elmlər sahəsi olsun. Bütün sahələrdə bizim deməli alimlərimiz hesab edirəm ki, dünya şöhrətli tapıntılar, kəşflər belə deyək, dünya elminə hədiyyə eləyib. Akademiya dünyanın qabaqcıl elmi qurumları ilə əməkdaşlıq edir. 5 beynəlxalq elmi təşkilatın üzvüdür. Qarşılıqlı münasibətlər, birgə fəaliyyət elm sahəsində nüfuzu daha da artırır. Bugün Türk dünyasında modern bilimlerin gelişmesini nereden takip edebiliriz? Artık modern teknolojik ihtiyaçlarımızın önemli bir bölümünün kendi ülkelerimizdeki tesislerde kendi bilim adamlarımızın çalışmaları neticesinde ortaya çıkan yenilikler çerçevesinde karşılandığını görmek zaten bize bunu gösteriyor. Hepimizin bildiği üzere harp sanayi, savunma sanayi aslında birçok modern gelişmenin de bir anlamda lokomotifidir. Kimya alanında, petrol alanında ve farklı alanlarda Azerbaycan ilmi kendi katkısını dünya ilmine vermektedir. У нас давно имеется сотрудничество. Bizim müxtəlif sahələrdə çoxdan əməkdaşlığımız mövcuddur. Xüsusilə Azərbaycan Akademiyası əsasən humanitar istiqamət üzrə fəaliyyət göstərdiyi üçün bizim dil və ədəbiyyat, folklorşünaslıq, şərqşünaslıq və digər institutlarımız Azərbaycanlı həmkarları ilə birbaşa əlaqə saxlayırlar və bu əməkdaşlıq artıq uzun müddətdir davam edir. İndi isə düşünürəm ki, bu əlaqələri daha da genişləndirəcəyik. Yeni memorandumlar imzalanacaq. Bizim Azərbaycanlı həmkarlarımızla uzun müddətli və yaxşı münasibətlərimiz var və Azərbaycan Milli Elmlər Akademiyasının belə möhtəşəm yubileyinə dəvət olunmamıza görə çox şadıq. Azərbaycan Milli Elmlər Akademiyası çox sürətlə irəliləyir. Müxtəlif sahələrdə böyük inkişaf nümayiş etdirir. Bizim seysmoloji sahəsində çox yaxın əlaqələrimiz var. 1945-ci ildə təsis edilən Azərbaycan Milli Elmlər Akademiyası bugün ölkənin intellektual potensialının əsas dayağı kimi fəaliyyət göstərir. 80 illik bu yol keçmişin təcrübəsini gələcəyə daşıyan elmi irsdə Azərbaycan Milli Elmlər Akademiyası bugün də ölkənin intellektual inkişafına yön verən, elmin strateji xəttini müəyyənləşdirən əsas mərkəzdir.
Biz davam edirik, hörmətli telesəhər tamaşaçıları. Həmişə çalışmalıyıq ki, yollarda belə çox nümunəvi vətəndaş olaq, sükan arxasında olarkən və Yaponiyada marağı bir təşəbbüs var. 10 il ərzində heç bir qayda pozmasan, sənə qızıl sürücülük vəsiqəsini verirlər, rəmzi mənada və qeyd edirlər ki, sən həqiqətən də qızıl kimi sürücüsən. Və Azərbaycanda da hər kəs çalışır ki, nümunəvi sürücü olsun. Son zamanlar bunu seyr edirik. Əgər digər illərə nisbətən biz müqayisə aparsaq, görəcəyik ki, hər kəs qayda pozanların sayı azdır. Eyni zamanda hər kəs çalışır ki, qaydalara riayət etsin və hər kəsə yol versin. Amma hələ də yollarda qaydalara riayət etməyənlər də var. Yaxşı olar ki, elə qaydalara riayət etmək üçün qaydaları ilk olaraq yaxşı mənimsəməklə yanaşı təcrübə də burada önəmlidir. Avtomobil idarə etməyi biz əgər yaxınlarımızdan, tanışlarımızdan öyrəniriksə, əlbəttə bəzən düzgün idarə etməyə bilirik və yaxşı olar ki, elə avtomobil idarə etməyi təlimçidən, işin peşəkarından öyrənək. Çünki təlimçinin öncədən öyrətdiyi qaydalar daha düzgün olur və yaxından tanışdan öyrəndiyimiz bəlkə də biraz yanlış qaydalar, əlbəttə sonradan öyrəşdiyimiz o vərdişi dəyişmək də bizə çətin olur. Və adətən biz, belə deyək də, açıq qəbul edək ki, əfsuslar olsun, bəzi şəxslər avtotəlim mərkəzlərinə, xüsusilə də məktəblərinə, belə deyək də, 5 parmaq arasına baxırlar. Qeyd edirlər ki, əsas gedim ki, sürücülük vəsiqəsini alım. Amma orada olan nəzəri və praktiki qaydalar çox önəmlidir gündəlik həyatda. Və onu da qeyd etmək lazımdır ki, alimlər də, ekspertlər qeyd edir ki, siz əgər sükan arxasında, daha doğrusu avtomobil idarə etmək istəyirsinizsə, bu 3 ay apara bilər, amma bundan sonra nümunəvi sürücü olacaqsınız. Və bu proses və məktəblərdə bu təlim, tədris mərkəzində aparılan işlər necə aparılır? Əslində, bu da maraqlı bir sualdır. Bəli, maraqlıdır və ümumiyyətlə təlim maşınında, avtomobilində qaydalar pozularsa əgər, necə tənzimlənir, sujetimizdə biləcəyik. Avtomobil almazdan əvvəl onu idarə etməyi öyrənmək lazım və vacibdir. Sürücülük təlimləri isə sadəcə avtomobili idarə etmək üçün yox, həm də səbirli, təmkinli olmağı öyrədir. Eyni zamanda təlimlərdə yollarla ilk tanışlıq başlayır. Zolaqları öyrədirəm, 2 xəttin arası ilə necə getməyi öyrədirəm. Bəzən tələbə qorxur tıxaca çıxanda. Yəni ona izah edirəm necə 2 xəttin arasına sürmək lazımdır ki, həyəcanı geçsin. Çünki çox maşın gördükdə bir tələbə, yeni öyrənən tələbə həyəcanlanır və ona zolağı öyrədəndən sonra o artıq qorxudan, stressdən azad olur. Təlim zamanı tələbələrə yalnız avtomobil idarə etməyi deyil, eyni zamanda avtomobildə özlərini rahat, təhlükəsiz və güvəndə hiss etmələrini təmin etmək əsas məqsədimdir. Dərs sayı tələbənin götürümünə görə dəyişir. 5, 10, 15 dərs keçə bilən tələbələrimiz var. Bugün tələbəmizin 8-ci dərsidir. Artıq tam şəkildə şəhər sürüşlərimizi bitirmişik. Son olaraq parklanma dərsimiz qalıb. 2 dərsə paralel və el parklanmasını məşq edəcəyik və artıq tələbəmizlə sağollaşacaq. Təlim zamanı tələbənin davranışı və dərsə münasibəti mühüm məqamlardan biridir. Qeyd edək ki, tələbələrin ən çox çətinlik çəkdiyi parklanma prosesidir. Bu dərs adətən son təlimlərdə öyrədilir. Sürət qutumuzu dəyişəcəyik, erə keçirdirik və girəcəyimiz tərəf hansı tərəfdir? Park edəcəyimiz tərəf hansı tərəfdir? Sol tərəf olduğuna görə, bəli, sükanımızı bir dairə sola bükməyimizi xahiş edirəm. İndi yavaş-yavaş əyləci buraxırsınız, sol ayna ilə maşınla olan ara məsafənizi yoxlayın, əlinizi bükmədən yavaş-yavaş gedirsiniz. Artıq aynamızın tininə baxacaq. Aynamızın tini ilə avtomobilin arxa işığını paralel gördükdən sonra əlimizi tam əks tərəfə bükəcəyik, tam sağa bükəcəyik. Arxaya baxırsınız, aynaları yoxlamağı unutmayın, tez-tez aynaları yoxlayın. Parkovkada əsas məsələ aynaları yoxlamaqdır. İndi isə önümüzdə boşluq yarandı. Tam sola edərək avtomobilin önünü düzləşdirməliyik. Tam sola bükürsən, yavaş-yavaş burax. Bəsdir, yetərincə məsafəmiz artıq bağlandı. İndi yenə bir daha manevralı parkovka deyirəm mən buna. Yer kifayət qədər dar olduğu zaman bir dəfə park edə bilmirsinizsə, bir neçə dəfə manevralı şəkildə parkovka edə bilərsiniz.
Peşəkar sürücü olmaq həm məsuliyyət, həm də diqqət tələb edir, amma buna baxmayaraq bəzən qəzalar da qaçılmaz olur. Belə hallardan biri də təlim prosesində baş verən qəzalardır. Bəs bu zaman məsuliyyət kimin üzərinə düşür? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən vurulmuş zərərə şəxsin və ya mülkiyyətçinin birbaşa mülki hüquqi məsuliyyəti formalaşır. Bu o deməkdir ki, yalnız o halda mülkiyyətçinin burada deməli öhdəliyi olmur, məsuliyyəti olmur ki, əgər onunla bağlı onun deməli tələbə ilə hər hansı bir müqaviləsi var və müqavilədə tərəflər arasında vurulmuş zərərə görə tənzimlənmə həyata keçirilmişdir. Qonşu ölkələrin təcrübələrində bu məsələlər birmənalı şəkildə əsasən sığorta münasibətləri formalaşdırır və sığorta şirkətləri tərəfindən vurulmuş zərərin həcmindən və eyni zamanda kəmiyyətindən asılı olmayaraq avtotəlim şirkətləri üçün ödənilir. Qeyd edək ki, sürücü yalnız sükanı düzgün idarə etməklə kifayətlənməməli, həm də məsuliyyətli olmalıdır. Dərs prosesində öyrəndiklərimizi yolda tətbiq edərək həm özümüzün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməliyik. Bunun üçünsə təlimçinin dediklərini diqqətlə dinləmək, eyni zamanda yol hərəkəti qaydalarını dərindən mənimsəmək mütləqdir. Asəf Zeynallı, Emin Tağıyev, Sabir Şahvələdov, Çinarə Vaqif, Telesəhər. Biraz da kənd təsərrüfatı sahəsindən danışaq. Kənd təsərrüfatının inkişafı, eyni zamanda əkinçiliyin inkişafı, yeni suvarma sistemlərinin tətbiqi bu yöndə önəmlidir və ən əsası da onu da qeyd edək ki, su ehtiyatlarının qorunması üçün yeni suvarma sistemlərinin yaradılması, tətbiq olunması prosesi də ölkəmizdə davam etdirilir. Bu eyni zamanda fermerlərinin işini də bir qədər asanlaşdırır. Elə Naxçıvanda da suvarma suyunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bəli, Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edən 2 nasos stansiyasının aqreqatı yenilənib. Bu isə artıq nəticələrdə də öz, belə deyək də, əksini tapır. 1,4 kub metrdən artıq 2,5 kub metrə məsələ artıq güc çatdırılıb. Bu münasibətlə bütün fermerləri təbrik etmək istəyərdik və eləsində yollanaq buradan bir Naxçıvana. Başlanğıcını Araz çayından götürən Araz 1 və Araz 2 nasos stansiyaları uzun müddətli istismardadır. Bu nasos stansiyaları vasitəsilə Babək rayonunun bir qəsəbə və 3 kəndi olmaqla ümumilikdə 3000 hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilir. İstismar müddəti başa çatdığından nasos stansiyalar yenidən qurulur. Nasos stansiyalarının fəaliyyəti gücləndirildikdən sonra Babək rayonunun Nehrəm qəsəbəsi, Araz, Güznüt və Çeşməbasar kəndlərinin əkin sahələrinin suvarılmasına yaranan çətinliklər aradan qaldırılacaq. Layihə əsasən nasos aqreqatlarının gücləri artırılır, təzyiqli boru xətlərinin diametri böyüdülür və nəticədə su sərfi 1,4 kub metr saniyədən 2,5 kub metr saniyəyə çatdırılır. Layihə başa çatdırıldıqdan sonra 1000 hektar suvarılan torpaq sahəsi ilə yanaşı 2000 hektara yaxın torpaq sahəsinin suvarılmasının təminatı da yaxşılaşdırılacaqdır. Layihə çərçivəsində 16260 metr uzunluqda təzyiqli boru xətlərinin çəkilməsi, 1500 kub metr tutumlu su anbarının və bir ədəd su qəbul edici qurğunun tikintisi planlaşdırılır. Naxçıvan 2 stansiyasının bir nömrəsi qazılıb, kipləşmə işləri bitib, şebenləmə işləri davam edir. Beton hazır qatına planlaşdırmışıq. Sağımda gördüyünüz 1500 kubluq su anbarıdır. Onun döşəməsində dəmir beton işləri gedir. 16000 metr uzunluğunda D1220 metr polad borumuz var. Onun da 1200-1300 metr aralığında qaynaq olunub, izolyasiya olunub, xəndəyə qoyulub, üstü örtülmə əks dolğu işləri gedir. 3000 metrəsi kənarda qaynaq olunub, hissə qaynaq olunub, xəndəyə qoyulur.
tikinti işlərinin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır. Biz davam edirik. Hörmətli telesəyər tamaşaçıları, biraz öncə kənd təsərrüfatından danışdıqsa, mütləq müxtəlif bölgələrdə inkişaf edən kənd təsərrüfatının növündən də danışmalıyıq. Azərbaycanda elə Zaqatala, Balakən, Qax və Şəki şəhərlərində tütünçülük çox inkişaf edib və əslində bir sıra marağı faktlar var. Eyni zamanda hər kəs elə bilir ki, sırf nikotinlə bağlı bir məlumat veririk. Amma yadımdan çıxmamış, onu da qeyd edim. Nikotin ümumiyyətlə hardan irəli gəlir? Onun adı elə Fransalı diplomat Jean Nicot tərəfindən tətbiq olunub ilk dəfə və ondan sonra elə nikotin gündəlik həyatda istifadə olunan bir söz oldu. Bəli, 18-ci əsrdən də Azərbaycanda tütünçülük yaranıb inkişaf edir və elə hazırda da biz bununla bağlı məlumatı nəzərinizə çatdıracağıq ki, bu il tütün əslində boldur və hətta bir neçə aydır ki, yığım prosesi gedir və hələ də sahələrdə məhsul var və bununla bağlı, bu sahə ilə bağlı ölkəmizdə problemlər də mövcuddur. İşçi çatışmazlığı burada mövcuddur. Tütün qurutma avadanlıqlarının azlığı, yeni satış bazarlarına ehtiyac bu tütünçülüyün inkişafına mane olan amillərdən biridir ki, biz də elə hazırda növbəti sujetimiz bununla bağlıdır. Şəkiyə yollanırıq. Şəkidə tütünçülüklə bağlı sujetimizi izləyək. Şəkinin təsərrüfatlarında tütün yığımı davam edir. 2000 hektara yaxın sahədən indiyə qədər 4900 ton tütün yığılıb. Fermerlər bu ilki məhsuldarlıqdan razıdırlar. 15 hektar özümün xüsusi yeri var. Əkmişəm. Şükür ki, yaxşıdır. Məhsuldarlıq da babaddır. Pis deyil. Gətirib bu müqavilə əsasında zavodla müqaviləmiz var. Narazılığımız yoxdur, vaxt-vaxtından pulumuzu keçirir. Rayonda həm yerli, həm də Virginia tütün sortları əkilir. Amma son illərdə üstünlük xarici sorta verilir. Bu əkinlərin demək olar ki, 80%-ni Virginia tipli tütün sortları təşkil edir. Yerdə qalan 20%-ni yerli sortların payına düşür. Yerli sortlarda ipə düzülərək bu naveslərdə qurudulur. Virginia tipli sortlar hamısı bu sobalarda qurutma kamerlarında qurulur. Tələbat həm də işçi qüvvəsinədir. Hazırda Şəkidə 2500-dən çox insanın dolanışığı tütünçülüklə bağlıdır. Amma onların sayı ildən ilə azalır ki, bu da problemlər yaradır. Tütünçülük çox çətin peşədir. Ona görə heç kim işləmək istəmir. Ona görə biraz artıra bilmirik. Yaxşıdır, gəliri sahədir. Ancaq biraz işçi qüvvəsi biraz çətindir. Rayonda həm də tütün qurutma sobalarına tələbat var. Onların da sayı artırılmalıdır. Bu gün tütünçülüyün inkişafına təsir göstərən amillərdən də biri quruducu sobaların mövcudluğudur. Əgər əkin sahələri artırsa, mütləq şəkildə tütün quruducu sobalar da artmalıdır. Tək ki, Şəki rayonunda 400-ə yaxın quruducu sobalar var və bu rəqəm bu gün azlıq edir. Son illərdə tütünün ixracı da azalıb. Əsas ixrac istiqamətləri Rusiya, Gürcüstan və Türkiyədir. Avropada yeni bazarlar tapılmalıdır. Bu isə ilk növbədə keyfiyyətlə bağlıdır. Satışda rentabelliyi müəyyən edən ən birinci faktor keyfiyyət amilidir. Və Avropa bazarında, əlxüsus Avropa bazarında keyfiyyətli mal, həmişə tələbat var. Yəni bu sahədə heç bir problem yoxdur. Və biz də ki, Avropa bazarlarına çıxmaq üçün, keyfiyyəti qaldırmaq üçün həm fermerlərlə söhbət edirik, həm də ki, öz işçi bazamızı gücləndiririk. Satışımız inşallah yaxşı olsa, biz də müqavilə bağladığımız fermerlərin vaxtı-vaxtında pullarını verərik. Əgər bu ilin satışı yaxşı olarsa, gələn proqnozumuz bu qurutma sobalarından bir 25 dənə də artıq qoymaq istəyirik.
Şəki rayonunun təbii şəraitindən və torpağın xüsusiyyətlərindən irəli gələrək 100 ildən artıqdır ki, burada tütünçülüyü inkişaf etdirilir. Tütünçülüyü inkişafı əsasən alıcıdan asılıdır. Alıcı isə dekabr ayında gələcək və buradan bilinəcək ki, Şəkidə tütünçülük 2026-cı ildə necə inkişaf olunacaq. Davam edir, hörmətli tamaşaçılar. Mövsümi xəstəliklər, xüsusilə payız-qış aylarında infeksion xəstəliklər yayılır və bəzən də immunitet sistemi ilə bağlı olaraq bu xəstəliklər gec sağalır. Əlbəttə, qarşısını almaq mümkündür. İlk olaraq immun sistemimizi möhkəm etməliyik. Qidalanma, fiziki hərəkət, idman hərəkətlərinə riayət etməliyik və eyni zamanda gigiyenik qaydalar var ki, onları da həyata keçirsək, özümüzü qorumuş olarıq. Və elementar bax gigiyenik qaydalarından danışırıqsa, mütləq əl yumağı qeyd etmək lazımdır. İstənilən halda hər hansısa bir məkandan gələn kimi əlləri yumaq lazımdır, dezinfeksiya aparmaq lazımdır. Əslində, bax elə Covid vaxtı da hər kəs əl yumaqdan zövq alırdı. Çünki çalışırdı ki, özünü qorusun və eyni zamanda aydan araşdırma aparıb, bax, mövsümi xəstəliklərə qalib gəlmək üçün nə etməliyik, hansı proseslər var ki, onlar mütləq həyatımızda baş verməlidir. Misal üçün, payız aylarında burada bir sıra silsiləli məsələlər var. Bax, elə sən qeyd etdiyin kimi qidalanma rasionu, eyni zamanda yuxu rejimi, bəli, və eyni zamanda çalışın ki, ictimai nəqliyyatda belə çox, belə deyək, insanların olduğu yerdə biraz hər kəsdən uzaq durun ki, özünüzü qoruyasınız, bəli. Payız fəsli hələ daxil olmasa da havanın dəyişməsi ilə bir sıra mövsümi xəstəliklər artıq yayılmağa başlayıb. Xüsusilə qrip infeksiyasına yoluxma halları müşahidə edilir. Bəs maraqlıdır, paytaxt sakinləri xəstəliklərlə necə mübarizə aparır? İsti çay, zoğal, yəni təbii üsullardan istifadə edirəm, dərman vasitələrindən yox. Məncə ən ideal üsul budur. Çünki dərmanın sadəcə psixoloji olaraq təsir göstərdiyini düşünürəm. Sorma konfet olur, onlardan istifadə edirəm, boğaz ağrı, burun ağrısı üçün, elə xəstəliklər. Xəstə insanlardan uzaq durmağa çalışıram və dezinfeksiya vasitələrindən geniş şəkildə istifadə edirəm. Mövsümlə əlaqədar əsasən tənəffüs yolları infeksiyaları, uşaqlar arasında isə su çiçəyi, qızılca, məxmirək daha çox rast gəlinən yoluxucu xəstəliklər sırasındadır. İnfeksion xəstəliklərin əlamətləri isə demək olar ki, bir-birinə bənzəyir. Ən çox rast gəlinən infeksiyalardan tənəffüs yolu infeksiyalarıdır, daha çox qrip, virus mənşəli qrip infeksiyaları daha çox rast gəlir. Bu da özünü temperaturun yüksəlməsi, baş ağrıları, ümumi zəiflik və üzökəm əlamətləri ilə özünü büruzə verir. Əsas xəstəliyin mənbəyi xəstə insanlardır. Hava damcıq yolu ilə insandan insana keçən infeksiyalardır. Bu fəsildə havanın soyuması və insanların daha çox qapalı məkanlara toplaşması xəstəliklərin yayılmasını daha da sürətləndirir. Həmçinin havanın yağıntılı və rütubətli keçməsi oynaq xəstəliklərinin də baş qaldırmasına səbəb olur. Payız aylarında günəş şüaları olmadığına görə D vitamini bədəndə sintezlənmir. D vitamini isə bizim dayaq hərəkət sistemimiz üçün, ümumi bədən üçün, immun sistemimiz üçün çox-çox vacibdir. Əgər hər hansı bir revmatoloji xəstəlikdən əziyyət çəkən insanlar varsa, mütləq üstlərinin qalın geyinməlidirlər. Mümkündürsə, əgər oynaqlarında, xüsusən əl oynaqlarında ağrılar varsa, əlcəklərdən istifadə olması daha çox tövsiyə olunur. Eyni zamanda yuxu rejiminə və balanslı qidaya da diqqət etmək tövsiyə olunur. Qida rasionuna mövsümi meyvə tərəvəzləri əlavə edərək immuniteti gücləndirmək məsləhət görülür. Çünki immunitetin zəifləməsi bütün infeksion xəstəliklərə yoluxma riskini artırır. Aydan Əliyeva, Orxan Ağayev, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər. Bəli, özümüzü mövsümi xəstəliklərdən qorumaq üçün çalışmalıyıq ki, təbii qidalardan istifadə edək, vitaminlər qəbul edək. Eyni zamanda vaksinasiya prosesi də bu xəstəliklərdən özümüzü qorumaq üçün bizə yardımcı bir vasitədir. Bəli, ölkəmizdə hal-hazırda vaksinasiya prosesi davam edir və əməkdaşımız Röya hal-hazırda 2 saylı şəhər poliklinikasından canlı bağlantıdadır bizimlə bərabər və o vaksinasiya prosesi ilə bizi daha da yaxından tanış edəcək. Gəlin Röyanı eşidək və görək. Sabahın xeyir olsun Röya, xoş gördük səni. Salam, sabahınız xeyir. Payız-qış mövsümünün başlaması və havaların soyuması qrip infeksiyasını yenidən gündəmə gətirib. Sürətlə yayılan bu infeksiya ölkədə mövsümi vaksinasiyanın başlamasına təkan verib və proses davam edir. Əhalinin vaksinasiyada iştirakı və hazırki proses barədə bizə endokrinoloq Aysel Yunisova ətraflı məlumat verəcək. Sabahınız xeyir Aysel xanım, buyurun.
Sabahınız xeyir. Deməli bilirik ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halları xeyli artır. Bu infeksiyalardan da daha çox, yəni daha aqressiv gedişatı olan, daha tez-tez fəsadlaşan qrip infeksiyasıdır və qrip infeksiyasına qarşı da ən yaxşı mübarizə metodu vaksinasiyadır. Hal-hazırda da poliklinikamızda vaksinasiya prosesi davam edir. Biz artıq bu prosesə ötən ayın 10-undan etibarən başlamışıq və bugünə qədər 200-ə yaxın insan vaksin olunub. Bu isə əvvəlki illərə nisbətən xeyli artmasını göstərir. Yəni göstərici daha yüksəkdir. Çünki insanlarımızın vaksinə olan marağı və inamı daha da artıb. Vaksin olunan insanlarda infeksiya yoluxma halları ya az olur, yaxud da yoluxan insanlarda xəstəlik çox yüngül gedişatı olur. Buna görə də biz insanlarımızı vaksinasiya olunmağa dəvət edirik. Xüsusilə deməli risk qrupunda olan pasientlərimiz, hansı ki xronik xəstəlikləri olan, misal üçün şəkərli diabeti olan, ürək damar xəstəlikləri olan, revmatik xəstəlikləri olan insanlar daha çox vaksinasiya olunmağa cəlb edirik. Çünki bu insanlar daha tez-tez xəstələnir və onlarda xəstəlik daha ağır gedişata olur. Ətraflı məlumata görə çox sağ olun, təşəkkür edirik Aysel xanım. Bəli, bizim çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Təşəkkür edirik Röya, sən də özünü qoru, səni səbirsizliklə işdə gözləyirik və davam edirik. Əslində özümüzü nəyə görə qorumalıyıq bax bu qriplərdən? Çünki qarşıda bizi 4 gün qeyri-iş günləri gözləyir. Zəfər bayramı münasibəti ilə bilirsiniz ki 8, 9, 10, 11 noyabr tarixlərində Azərbaycanda qeyri-iş günləridir. Bilirik ki çoxunuz müxtəlif şəhərlərə, rayonlara, bölgələrə səfər edəcəksiniz. Lakin Bakıda məhz elə 8 noyabr tarixində bilirəm ki hər kəs yuxudan duran kimi mütləq bir paradı izləyəcək. Bəli, qələbəmizin 5-ci il dönümü hörmətli tamaşaçılar və əlbəttə bununla bağlı ölkə ərazisində bir çox tədbirlər həyata keçiriləcək ilə paradı da böyük qürur hissi ilə izləyəcəyik. Parada hazırlıq mərhələsi nə yerdədir? Gəlin sujetimizdən izləyək. Diqqətlər bu dəfə Bakıdadır. Çünki Bakı 5 il öncə qazandığı zəfərin paradına hazırlaşır. Səhərin erkən saatları olmasına baxmayaraq, hazırlıq işləri sürətlə davam edir. Oturacaqlar quraşdırılır, səs ucaldıcı sistemlər yoxlanılır, yol nişanları çəkilir. İşıqlandırma və səhnə quruluşu üzrə son işlər də artıq yekunlaşmaq üzrədir. Bütün proseslərə ciddi nəzarət olunur. Azadlıq meydanında bu dəfə də hərbi hissələrin nizamlı addımlarına, texnikaların hərəkətinə və Azərbaycanın hərbi gücünün nümayişinə şahidlik edəcəyik. Bayraqlar dalğalanır, afişalar vurulur, paytaxt səmasında hərbi təyyarələr məşq uçuşları edir. Şəhər sanki bayram libasına bürünüb. 5 il öncəki qələbə sevinci yenidən meydanlara qayıdır. Bizim tariximizin ən böyük hadisəsidir. Bu həm hərbi bir hərəkatdır, bu həm mənəvi bir hərəkatdır. Bu qələbə bizim tariximizdə unudulmaz bir qələbədir, unudulmaz bir tarixdir. İnşallah bu paradı mən bir Azərbaycan vətəndaşı olaraq izləyəcəm və çox qürurluyam, çox sevinirəm. 8 noyabrda keçiriləcək parad həm vətən müharibəsində qazanılan qələbənin ildönümünə, həm də Azərbaycan ordusunun müasir inkişaf səviyyəsinə həsr olunacaq. Müdafiə Nazirliyindən bildirilib ki, parada hazırlıq planları çərçivəsində ordunun müxtəlif bölmələri ilə intensiv məşqlər keçirilir. Yeni savaş uçakları, yeni hava savunma ve hava taarruz sistemleri dahil olmak üzere. Bunların bir kısmını göreceğimizi değerlendiriyorum. Diğer tarafıyla operasyonel katmanda alınan silah sistemleri, yeni nesil silah sistemleri, bir diğer tarafıyla da taktik alandaki silah sistemleri. Sadece havada değil, özellikle karada ateş desteğiyle ilgili gelişmiş topçu sistemleri, manevra ile ilgili hareket kabiliyeti son derece yüksek, zırhlı unsurlar, mekanize unsurlar, bunların hepsinin bu gösteride yer alacağını değerlendiriyor. 8 noyabr tarixində paytaxt Bakı bir daha Zəfər gününün rəmzinə çevriləcək.
hörmətli telesəhər tamaşaçıları, amma açıq havada yerimək və ya hər hansısa bir gözəl bir vaxt keçirmək üçün mütləq təbii ki, hava haqqında məlumatı da öyrənmək lazımdır. Çünki hava haqqında məlumatı bilmədən evdən çıxmaq indiki zamanında biraz çətin olur. Bəli, çətindir və eyni zamanda özümüzü xəstəliklərdən qorumaq istəyiriksə, hava şəraitini bilib, elə də geyim tərzimizi formalaşdırmalıyıq. Və biz hazırda ölkə ərazisində hava şəraiti necə olacaq? Yenə də hər zaman olduğu kimi Leyla xanımdan məlumat alacağıq. Hörmətli tamaşaçılar, Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşı Leyla xanım Mədətova telefon bağlantısındadır. Leyla xanım, sabahınız xeyir olsun, eşidirik sizi, buyurun. Gülnar. Salam, sabahınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq. Gün ərzində arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Günorta saatlarında havanın temperaturu 15-17 dərəcə isti olacaq. Bugün Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da mütəxəssis insanlarda narahatlıq hissi yarada bilər. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Belə ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Axşam saatlarında qərb rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 17-21 dərəcə, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq. Leyla xanım, təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, ölkə ərazisində hava necə olacaq? Bununla bağlı məlumatı əldə etdik. Biz keçirik növbəti sujetimizə. Növbəti sujetimiz isə ikinci əl geyim və kosmetik məhsullarla bağlıdır. Sağlamlığımızı qorumaq istəyiriksə və müxtəlif xəstəliklərdən özümüzü qorumaq istəyiriksə, çalışmalıyıq ki, ikinci əl məhsullardan uzaq olaq. Çünki allergik reaksiya verə bilər və yaxud da hər hansı bir ikinci əl geyimdən istifadə edəndə bilirik ki, o geyimlər təmizlənmək üçün quru kimyəvi təmizləmə prosesindən keçirlər. Bu zaman orada istifadə olunan kimyəvi maddələr də bizə zərər yetirə bilir. Zərər yetirə bilər və ekspertlər qeyd edir ki, hansı ikinci əl məhsullardır ümumiyyətlə istifadə etmək olmaz. Bu siyahıda birinci yerdə elə kosmetik məhsullardır ki, mütləq onları da qeyd etmək lazımdır. Hörmətli telesəhər tamaşaçıları, təsəvvür edin ki, daha çox xanımlara aiddir bu. Əvvəl sizdən qabaq bu dodaq boyasını başqa şəxs istifadə edib. Bu heç düzgün deyil. Hətta ikinci, belə deyək də, texniki məhsullar da var, elektronika məhsulları var ki, onları istifadə etmək olmaz. Bu siyahıda qulaqlıq belə var. Ehtiyatlı olun, çalışın ki, bir məhsul alın, amma həmişə sağlam olun. Artıq sosial şəbəkələrdə ikinci əl geyimlərlə yanaşı istifadə olunmuş kosmetik vasitələrin də satışı aparılır. Söhbət xüsusi brendlərin bahalı məhsullarından gedir. Bu isə alıcılar tərəfindən heç də bir mənalı qarşılanmır. Gigiyenik olaraq məncə düzgün deyil, yəni onda mikrob ola bilər onun bədəndə. Ona görə yəni düzgün görmürəm. Məncə ehtiyacı olanlar üçün bu çox yaxşı fürsətdir. Yəni o paltarlar onsuz da yuyulur da, nə xəstəlik ola bilər ki? Onun forması, nə bilim, hansısa futbol klubunun paltarı ola bilər, belə bilərəm. İkinci əl geyimlərsə hətta uzun illərdir mağazalarda da satılır. Paytaxtın müxtəlif istiqamətlərində fəaliyyət göstərən belə mağazaların kifayət qədər müştərisi də var. Bəs maraqlıdır, ikinci əl geyimlər hansı ölkələrdən gətirilir və belə məhsulların zərərləri varmı? Suallarımıza elə yerindəcə cavab almaq üçün üz tutduq mağazalara. Bəziləri heç qapıdan içəri buraxmadı, bəziləri isə... Səbəb nədir? İstəmirəm. Nə var ki? Yox, çəkiliş istəmirəm. Bir-iki sual verəcəyik. Başqa memləri keçinməli sayıq. Dermatoloqlarsa bildirirlər ki, dəri xəstəliklərinin əksəriyyəti məhz kosmetik vasitələr və geyimlərdən keçir. Buna görə də belə məhsullardan uzaq durmaq, məcburiyyətdən alındığı halda isə gigiyena qaydalarına riayət edərək yuyub və ya dezinfektantlar vasitəsilə təmizləyib, sonra istifadə etmək məsləhət görülür. Bu saat çox yayılmış xəstəliklərdən biri qoturluq xəstəliyidir. Yəni həddən çox yayılıbdır. İkinci əldə ayaqqabılar ümumiyyətlə yol verilməzdir. Göbələk xəstəliyi ayaqqabıdan çox rahat keçir. Hələ mən başqa xəstəliklər demirəm. Həmən göbələk xəstəliyi dırnağa keçdirsə müalicəsi o qədər müşkül məsələdir. Yəni dəri həkimləri belə müşküldə olur. İkinci əl kosmetik vasitələr haqqında nə deyə bilərəm? Dəriyə ekzema verər, qıcıqlanma verər, başqa bir fəsadlar yarada bilər. Üzə vurulan şotkadır, fırçadır və yaxud da bu başqa bir pomadadır. Orada ümumiyyətlə onun ikinci əl istifadəsi əks göstərişdir. Uşaqlar üçün isə ikinci əl məhsulu almaq tövsiyə olunmur. Çünki körpələrin dərisi daha həssas və zərifdir. Aydan Əliyeva, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.
Müxtəlif serialların adlarını eşitdik. Əslində bu seriallar hətta bizim yuxu rejimimizə də böyük bir təsir göstərir. Hörmətli telesəhər tamaşaçıları, adətən gecə o serialları baxdıqdan sonra yuxusuzluqdan əziyyət çəkirik. Buna səbəb təbii ki, o əsas qəhrəmanlarla bir yerdə o həyəcanı keçiririk və ekspertlər, psixoloqlar, həkimlər belə qeyd edir ki, mütləq yuxuya getmək üçün və keyfiyyətli yuxu görmək üçün apigenin adlı bir maddə qəbul etməliyik. O da çoban yastığı çayından gəlib çıxır. Ona görə də hər kəsə gecə vaxtı ilə çoban yastığı çayı məsləhətlidir. Əslində belə təbii otlardan xalq təbiətində hər zaman istifadə olunub və müxtəlif xəstəliklərin də əslində müalicəsində və sağaltma funksiyası da var, amma bəzən çox sayda istifadə etmək və yaxud da həddindən artıq çox istifadə etmək və eyni zamanda fərqli otları bir-birinə qarışdırıb qəbul etmək bizə zərər də verə bilər. Ot çaylarından düzgün formada necə istifadə etmək lazımdır? Bu mövzunu araşdırmışıq. Əslində Çin təbabətində də hesab olunur ki, əslində hər ot çayı bizim enerjimizi təmsil edir və ona görə də istifadə edərkən düzgün etməliyik və psixoloji təsiri olan ot çaylar da var ki, biz sinir sistemini rahatlatmaq üçün o çaylardan da istifadə edirik. Bitki çayları uzun müddətdir dünyada istifadə olunan təbii dərman vasitələri hesab olunur. İnsanlar bitkilərin sağlamlıq faydalarını araşdıraraq minilliklər boyu müxtəlif çaylar hazırlayırlar. Bu çaylar qurudulmuş yarpaqlardan, çiçəklərdən, köklərdən və ya bitki meyvələrindən ərsəyə gəlir. Qoxusu və dadına görə bir-birindən fərqlənən çayların bir neçə məşhur növü də var. Tələbat isə əsasən soyuq aylarda, xüsusilə də payız və qış fəslində daha da artır. Ümumi mağazamızda 250-dən çox çeşiddə çay var, amma bitki çaylarından əgər nəzərə alsaq, sırf bitki çaylarının 50-dən çox çeşidimiz var. Həm ayrıca bitki çayları satışdadır, həm də qarışıq bitki çayları satışdadır. Bir neçə bitki çayının qarışığı da müştərilərimizə, belə deyim də, biz təqdim edə bilirik. Ən çox üstünlük verildiyi çaylar, yaşıl çaylardan zəncəfilli çaylar. Bu zəncəfilli çaylar həm soyuq dəymənin qarşısını alır, həm boğaz ağrısına kömək olur. Əlavə olaraq biz qonaqlarımıza onu da qeyd edirik ki, bu çayları nəinki özünü bir neçə qarışımla da qarışdırıb içmək mümkündür. Bitki çaylarını dəmləyərkən diqqət edilməli xüsusi məqamlar var. Eyni zamanda hər bir bitki çayının dəmlənmə üsulu da fərqlidir. Əslində seçim çox idi. Sadəcə maraqlı bir çay dəmləmək istədim sizin üçün. Çayın adı Doktor Aybaliddir. Çayın tərkibi çox zəngindir. Çay tizan kateqoriyasına aiddir. Tərkibində yaşıl və qara çaydan istifadə olunmayıb. Yalnız bitkilərdən ibarət bir qarışımdır. Təxmini 1-2 qarışıq çaynikə biz çay əlavə edirik. Üzərinə təxmini 90-95 dərəcə su əlavə edirik. Çayın tərkibində hibiskus qan təzyiqini normallaşdırır. Əlavə olaraq tərkibində nanə, fenxel həzm sisteminə çox müsbət təsir göstərir. Xalq təbabətində bitki çaylarının xüsusi yeri var. Məsələn, 6 bitkinin qarışığından hazırlanan Doktor Aybalid çayını yatmazdan əvvəl içmək tövsiyə olunur. Çünki bu çay həmçinin yuxu sistemini bərpa edir. Soyuq dəymələr və digər narahatlıqlar zamanı insanlar bəzən özlərini məhz belə təbii üsullarla müalicə etməyi seçirlər. Fitoterapevtlər deyirlər ki, bitki çaylarından payız mövsümündən başlayaraq istifadə etməklə immun sistemini qış fəslinə hazırlamaq olar. İmmun sistemi gücləndiyi zaman ya virus infeksiyalarına yoluxmuruq, ya da yoluxsaq belə çox yüngül şəkildə bunu atlatmış oluruq. Bunun üçün mən bir quş armudu bitkisinin adını çəkəcəm. Çünki bu bitki sanki başdan ayağa bir polivitamindir. Tərkibində olmayan vitamin yoxdur. Bu bitkidən məsələn hər gün bir çay qaşığı götürüb, bir stəkanda dəmləyib onu içə bilərlər. Yəni çox yaxşı bitki çayıdır. Bundan əlavə gülən bitkisinin adını çəkə bilərəm, çiçək tozunun adını çəkərəm. Bunları üyüdüb bala qata bilərlər. Bu da çox gözəl immun sistemi qaldırmış olar. Əsəbi olan insanlara bədrəc bitkisini çox məsləhət görərdim. Çoban yastığı, lavanda bitkisini məsləhət görərdim. Bəzi bitki çayları mütəmadi istehlak edildikdə dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Hətta bəzi çaylar qəbul etdiyiniz preparatların təsirini də dəyişə bilər. Bu səbəbdən hər hansı bir xroniki xəstəliyiniz varsa və ya daim dərman qəbul edirsinizsə, bitki çayı içməzdən əvvəl həkiminizlə mütləq məsləhətləşin. Gülnar İlqar qızı, Emin Tağıyev, Telesəhər.
Hörmətli Səhər tamaşaçıları, biz davam edirik. Bu həftə kifayət qədər çox çalışdıq ki, sizə müxtəlif məlumatları çatdıraq. Amma ən vacib məlumatlardan biri elə 8 noyabr Zəfər bayramı münasibəti ilə, Zəfər günü münasibəti ilə Bakıda keçiriləcək bir sıra silsiləli tədbirlərdən danışdıq sizə. Elə hərbi parad keçiriləcək, eyni zamanda Dənizkənarı bulvarda axşam elə 8 noyabr tarixində konsert proqramı da nəzərdə tutulub. Bəli, o silsilə tədbirlərdən biri də Tarix Muzeyində baş tutur və elə hazırda biz əməkdaşımız Röyəyə canlı bağlantı edəcəyik. Zəfərə gedən yol adlı tədbir barədə bizə məlumatı verəcək. Röyə, sabahın xeyir olsun. Məlumatları səndən eşidək. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Bugün Milli Azərbaycan Tarixi Muzeyində Zəfər gününün 5 illiyinə həsr olunan Zəfərə gedən yol adlı müsabiqə sərgi keçiriləcək. Burada müxtəlif yaş qruplarından uşaqların, gənclərin rəsm əsərləri və əl işləri nümayiş olunacaq. Bizə sərgi barədə Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi və sərginin kuratoru Aynur Babayeva danışacaq. Sabahınız xeyir Aynur xanım, buyurun. Olsun. Bildirildiyi kimi bugün Milli Azərbaycan Tarixi Muzeyində Zəfər günümüzün, qalibiyyətimizin 5 illiyinə həsr olunmuş Zəfərə gedən yol adlı müsabiqə sərgi keçirilir. Müsabiqə sərgidə rəsm əsərləri ilə birlikdə eləcə də əl işləri nümayiş olunur və burada 70-ə yaxın gənc rəssamların, istedadlı uşaqlarımızın müəyyən yaş qruplarından olan əl işləri, rəsm əsərləri yer almışdır, nümayiş olunur və onu da qeyd eləmək istəyirəm ki, bu müsabiqə sərgi muzeydə artıq 5-ci dəfədir ki, keçirilir. Yəni 5-ci Respublika rəsm əsəri və əl işləri sərgisidir. Bu tədbirdə eləcə də münsiflər heyəti yer almışdır. Münsiflər heyəti 5 nəfər incəsənət xadimləri, xalq rəssamlarından ibarətdir və onların müzakirəsi, seçimi əsasında 3 nəfər qalib seçilib elan olunur və həmən bu qaliblər də təbii ki, fəxri fərmanlar və mükafatlarla, hədiyyələrlə təqdim olunacaq və bütün iştirakçılara da sertifikatlar təqdim ediləcəkdir. Bu tədbirin məqsədi, mahiyyəti ondan ibarətdir ki, biz gənclərimizin, gənc istedadlarımızın, onların istedadlarını üzə çıxartmaq və incəsənətimizi, tariximizi, mədəniyyətimizi onlara daha dərindən aşılamaq məqsədi daşıyır. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun ətraflı məlumata görə. Bəli, bizim sərgi barədə çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Təşəkkür edirik Röya, sənin də günün uğurlu olsun. Biz isə davam edirik. Zəfər günü münasibəti ilə qeyd etdiyimiz kimi bir sıra tədbirlər həyata keçiriləcək. Elə Şuşa şəhərində də, eyni zamanda işğaldan azad olmuş bizim torpaqlarımızda da konsert proqramları, tez-tez hətta müxtəlif silsiləli tədbirləri görə bilirik və əslində Xarı Bülbül festivalını da mütləq qeyd etmək lazımdır və bu Xarı Bülbül festivalının özünə məxsus musiqi alətləri, eyni zamanda həqiqətən də musiqi proqramı hər birimiz üçün çox xoş təsir bağışlayır və əslində çox istəyərdik ki, gələcəkdə artıq turist axını da orada çoxalsın və hər kəs elə bax bu festivalda iştirak etsin. Bəli, eyni zamanda onu da qeyd edim ki, əlbəttə Şuşa mədəniyyətimizin və musiqimizin beşiyidir və elə əlbəttə dəyərli sənətkarlarımız da Şuşada doğulub, boya başa çatıb bir sıra sənətkarlarımız və əlbəttə Şuşa musiqimizin beşiyi olmaqla yanaşı tarın orada yaranması və formalaşması prosesi də məhz Şuşada baş verib ki, elə biz hazırda bununla bağlı görüntüləri sizə təqdim edəcəyik, hörmətli tamaşaçılar, yollanacağıq. 1960-cı ilə Şuşada tar sexində tar hazırlanması prosesi necə həyata keçirilirdi? Qızıl Fonddan izləyək. Qədim Şuşa şəhəri, xanəndələr, şairlər, nəğməkarlar vətəni, musiqi, sənət çeşməsi. Vaxtilə Şuşanı Zaqafqaziyanın filarmoniyası adlandırırdılar. Heç təsadüfi deyil ki, Azərbaycanda musiqi alətləri fabriki də burada, Şuşada, musiqi çeşməsində yaradılmışdır. Tar sexi, musiqidə müdriklik rəmzi sayılan Qurban Primovun, neçə-neçə tarzənin yadigarı tar, toyların, məclislərin yaraşığı tar. Usta bu alətlərə sadəcə naxış vurmur. Şuşanın musiqi havasını, ilham qaynağını həkk edir. Müşfiq yada düşür. Oxu tar, səni kim unudar?
Tar kimi nağara da, dəf də Azərbaycanın qədim musiqi alətləridir. Dahi Nizaminin kəlamını xatırlayar. Dəfi çalmaram səbəbsiz, toy olar dəfim çalınsa. Kamança sexində çalışan ustalar bilirlər ki, milli musiqinin ürəkləri fəth etməsi üçün kamança ustad barmağına layiq olmalıdır. Şuşa ustalarının yaratdığı musiqi alətləri Sovet şərqində, qonşu şərq ölkələrində rəğbət qazanmaqdadır. Hörmətli tamaşaçılar, biz yavaş-yavaş bugünkü efirimizin sonuna doğru yaxınlaşırıq, amma sonda təbii ki, bugünkü viktorinamızın qalibini və düzgün cavabı da açıqlayacağıq və təbii ki, ilk yazan izləyicimiz artıq bəlli olub, qalibimiz bəllidir. Az sonra adını elə efir vasitəsilə səsləndirəcəyik. Qalibimiz isə çox xoşbəxt bir şəxsdir. Çünki o bilsin elə bugün Park Cinema 2 nəfərlik dəvətnaməni qazanıb gedəcək kinoya. Söhbət kimdən gedir? Rövşanə İbrahimovadan gedir ki, biz onu efir vasitəsilə təbrik edirik, alqışlayırıq hətta. Rövşanə xanım, gününüz uğurlu olsun. Mahnı isə Məncə hər kəsin çox sevdiyi mahnıdır. Dillər əzbəri olan Pəncərədən daş gəlir xalq mahnısından gedir söhbət. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində əslində bu mahnı yaranır və dəyərli sənətkarlar Üzeyir Hacıbəyli Bülbülünün sayəsində də nota köçürülür və elə biz də bu mahnını bugün təqdim etdik. Qalibimizi və viktorinamızda iştirak edən bütün izləyicilərimizi təşəkkür edirik və təbrik edirik və eyni zamanda digər günlərdə də yarışımızda viktorinamızda iştirak edərək siz də qalib ola bilərsiniz. Park Cinemadan 2 nəfərlik bilet əldə edə bilərsiniz. Biz isə sabaha qədər sizinlə sağollaşırıq. Sağollaşırıq artıq. Özünüzə yaxşı baxmağı unutmayın. Özünüzə yaxşı baxın, Təranə. Biz də gedək istirahət və edək və sabah yenidən eyni məkanda, eyni vaxtda sizin qarşınızda olacaq. Hələlik!